Elə bir şey ola bilər ki, onun mən istehlakçısı deyiləm, amma mən onu reklam eləyə bilərəm. Məsələn üçün, hansı bir lüks avtomobildir. Mənim avtomobilim yoxdur. Mənim özümün şəxsi belə deyək, seçimlərimə görə mən avtomobili idarə etmək istəmirəm. Çünki məni stressə salır. Siz o zaman şəffaflığı qoruyursunuz da. Yəni orada artıq deyirsiniz ki, mən sürmürəm, amma bu çox lüks Və ya avtomobildir. mənim bu avtomobilim var, xəyalım bu birisi avtomobildir. O avtomobili almaq istəyirəm. Sizin pulunuz varsa, buyurun gedin alın. Sizin dəyərlərinizlə səsləşirsə, sizin həyat tərzinizə uyğundursa, bunu ala bilərsiniz. Yəni bizi dinləyən influencerlar deyə bilər ki, bəli, mən filan markanın çantasını alıram, işlədirəm, məmnunam, onda reklam eləyirəm. Amma bir dəqiqə, sənə o çanta niyə lazımdır? O loqolu çanta niyə lazımdır? Sən əvvəl özün istehlakçı olaraq şuurlusanmı? Burada qəribə bir şey var. Çoxu deyəcək ki, bəli, mən öz alıb istədiyim, işlətdiyim 100 dənə tonalni krem var. Açıram sirtməni. Var da. 100 dənə tonal krem sənin nəyinə lazımdır? Onun istifadə müddəti qurtarır. Hamısını açandan sonra xüsusilə